Salam müəllimlər, salam hörmətli izləyicilər. Belə bir maraqlı üç sual məsələsi var idi. Bu sualın izahını vermək istəyirdim. Baxın müəllimlər, bizə nə verilib? Görünür kimi şərt burada aydındır. Yuxarı təpə bucağı 2 alfa verilib. Həmçinin verilib ki, YD parçası 8 sm-dir. Həmçinin AD parçası BC-ni yarıya bölüb. Bizdən AB parçasının uzunluğunu istəyir. Müəllimlər, biz burada nə edə bilərik? Bu orta xəttə tamamlamaq üçün bu Y nöqtəsindən B-yə bərabər olan parça çəkə bilərik. Tutaq ki, bu olsun YK parçası. Həmçinin dedik ki, B'ye bərabər olsun. İndi isə K ilə C-ni birləşdirə bilərik. Baxın, burada bu 7 parçası orta xətti. Niyə? Baxın, otacaqda bölüb, həmçinin bu tərəf bölübsə yarıya. Deməli, bura 8 isə buna paralel olaraq KC olacaq 16. İndi isə müəllimlər nə edə bilərik biz? A ilə K-nı birləşdirə bilərik. A ilə K-nı biz birləşdirdik. Baxın müəllimlər, görək ki, burada AY üçbucağın otacağını yarıya bölüb. Deməli, bu bərabəryanın üçbucağı ki, otacaq təkinə hündürlüyü otacağı yarıya bölüb. Yəni, bura 2 alfadirsə, bu tərəfində payına 2 alfa düşür. Bu 2 alfa demək, bura nə lazımdır? Alfa lazımdırsa, bu ikisi bu cəmə bərabər olsun. Burada bir dənə də bərabəryanlı üçbucağı biz almış olduq. Bərabəryanlı üçbucağı yan tərəflər bərabərdir. Bura x isə, demək, burada x olacaq. Həmçinin, baxın müəllimlər, biz dedik ki, YD KC-yə paraleldir. Həmçinin AD də KC-yə paralel olacaq. Paralelliyə bura alfadirsə, bu bucağın payına düşəcək, alfa düşəcək. Baxın müəllimlər, indi nəyə baxın? AKC üçbucağına baxaq. Bura alfadır. Bu alfanın qarşısına durub 16 durub. Bu alfanın qarşısına 16 durmalıdır. Deməli, bura oldu 16. Burada buna bərabər olduğu üçün axtaran cavab nə oldu? 16.